Əgər prezidentə siqnal verilərkən, əgər prezident qulaqlarını tutub, eşitmirsə, xalq ayağa qalxıb o siqnalı kütləvi şəkildə verməlidir. O kornanı kütləvi şəkildə basmalıdır. Ki, bəlkə İlham Əliyevin tutulmuş qulaqları eşidə. İlham Əliyev, Azərbaycanda əhali xəstəliklərdən əziyyət çəkir. İlham Əliyev, Azərbaycanda əhali acılıqdan ölür. 221 manat pensiya ilə əhali necə yaşaya bilər? Gəl sənə o pensiyanı verim. 221 manatı tək sənin özünə. Görüm sən həmin 221 manatla neçə gün keçinə biləcəksən? Toxun acdan nə xəbəri? Sən özün İlham Əliyev biraz xəstələnən kimi, bir yanın əyri düşən kimi, elə o yekə boruna getdən Avropada kəstirdi. Nədən? Nədən Azərbaycan həkimlərinə etibar etmədin? Nədən Azərbaycan səhiyyəsinə etibar etmədin? Azərbaycan səhiyyəsinin güclülüyündən danışanlar hamısı gəlib Avropada özlərini, buralarını düzəltdirlər. Mehriban, bayaq bir video göndərdiniz mənə. Həmin videoda Sevinç xanım deyir ki, deməli, gəlir 200 təkcə neft-qazdan gəlir bir gündə. 200 milyon dedi. 200 milyon dedi və onun hələ dedi ki, təkcə o 200 milyon gəlirdən dedi, təkcə Mehribanın estetik əməliyyatlarına gedir. Xeyr ola Mehriban Əliyeva. Nəyə görə sənə getməlidir? Azərbaycan üçün Mehriban Əliyeva, sən nə etmirsən? Oğlun müharibədə iştirak edib, yox. Kürəkənlərin iştirak edib, yox. İlham Əliyev, tez-tez 92-ci ildən danışırsan. Elə danışırsan ki, axıcıya müsabat cütlüyü deyib, Elçibəy hakimiyyəti deyib, elə danışır ki, gerçəkdən məni gülmək tutur. Sən İlham Əliyev onda haradaydın? Sevinç xanım, İlham Əliyev haradayd 92-ci ildə? Azadlı İqranın bizneslə məşğul idi, bir də ucuz dəri aldığı ilə məşğul idi. Amma durub burada bizim qulağımıza moizə oxuyur. Sən İlham Əliyev 94-cü ildə Evro oteldə Lütfi Topal Ömərə 4 milyon dollar uduzdun. Ata ümumilli görbagör Heydər Əliyev onu güc bəla ötbasır elədi, amma eləyə bilmədi. Bəndəniz də o xətdən çıxdı, ifşa elədi sizi. Ki, o 4 milyon dolları hardan aldı, ödədi. Nə işdirsə Sevinç xanım? O məsələ ortalığa açılıb tökülən kimi susurluq əhvalatı baş verdi və oradan bir dənə sağ çıxan Cavid Çağlar oldu. Cavid Çağlar da kim idi? Heydər Əliyev üçün Azərbaycanda Nərgiz TV, NTV açmışdı. Yəni İlham Əliyev, biz çörəyi qulağımıza yemirik. Sənin kimi qumarbazdan prezident olar ölkəyə. Sən ölkəni qumara qoymusan. Bax, qumara qoymusan sən. Buyurun Sevinç xanım. Mən gerçəkdən çox əsəbləşirəm. O qədər izləyici mənə zəng. Gecə saat mən sizdən danışandan sonra səhər saat 7:24-də yatmışam. Bütün şikayətləri mən qulaq asmışam. Ayıb deyilmi? Buyurun Sevinç xanım, söz sizdədir.